Güya ki güneşli bir Moskva gününden hamıya salamlar. Bu bizim güneşimiz. Aprel ayında olan maksimum güneşimiz. Düşmüşük həyətə. Səsimin günü görürsünüz. Amma usta yox, fəhlə çağırmışıq. Bir dənə abi gülləri falan əkməkdən ötürü. Gördüyünüz üzümüz əkəsi halımız yoxdur. Yox, fəhlə də olsa əksin. Çünki çöldə nə qədər vaxtı qalırlar. Əkilmək vaxtıdır. Bunu özüm əkmişdim. Anam göndərəndi. Bunları bu 3 dənəsi ötən ildən əkmişdim. Bilməm, ablanın yerlərini deyəsən dəyişmək olasıdır gələn ilə kimi. Çünki burada mənim başqa bir fikrim var. Yay mətbəx eləmək istəyirəm. Bilməm, biçəm onun arxasından ora mı qədər eləsək qərar verməmişəm oxşum, amma yəqin ki, olan yerləri dəyişmək olasıdır, hər nəysə. Bura Pünhan bir dənə alma ağacı aldı belə. Hündür. Açmışıq bura. Böyrünə də belə 3 dənə kust aldı, moruq. İnşallah moruq yeyə bilərik biz burada. Bəs dedilər ki, moruğu tək bastırmazlar, ona görə 3 dənə aldı. Orada da bizim yolkalarımız olasıdır bu qonşu ilə aramızda. Belə cızıqla belə yolka cihazda o tərəfə doğru. Prosto qonşumuz pul vermək istəmir ki, ortaqlı yolkalar. Mən də Pünhan bişirəmirəm ki, Pünhan sən al, sonra musafir. Pünhan bişirə bizə yaxşı olar. Görəklə qarıq, tez-tez baxın, görəklə danışın. Yavaş-yavaş deyəm ki, işləməsin. Qalacanı udum mən. Udum. Qaşqabağı uyuyum sənim. Qaşqabağı ilə sıçmışam deyə. Pünhan Ciyev qızılgül alıb gəldi bir də. Bir dənəsini dedim buraya çək, bir dənəsini buraya çək, bir dənəsini buraya çək. Orada pəncərədən baxanda buralar görsənin. Belə qəşəng olsun. Bir də bu tərəfdən belə yol çaydaşları ilə yol aparmaq istəyirəm. Ona görə belə aralarını biraz böyük qoymuşam ki, yol eləyəsi olsaq ya bu tərəfdən ya bu tərəfdən yer qalsın. Amma buradan düşünürəm yəqin ki, beləsinə bir şeylər olar. Hələ ki orasını daha sonra biləsi yox. O tərəfləri indi dayı burasıdır. Burada bir dənə qızılgül qoymuşuq. Burada 2 dənə Yasemin ağacı olmuş. Siren 2 dənə Yasemin, ortasında yenə qızılgül, yenə o tərəfdə qızılgül. Burada da biz kənddən şey açmışdıq da, Qatenziya. Ora yol kolası oldu və bura yerin dəyişəsi olduq. Buranın biraz man parkovkadan ötürü belə badyur qabağa çəkəsi olduq deyə. Güllərin də yerin dəyişəsi olduq. 1 metr bu tərəf eləyəsi olduq. Burada da nədir ha bu albalıdır? Albalı da vişni albalı. Vişni. Albalı da niyə başa düşmürlər? Vay, sən bizə heylə bilə bilmə ha. Biz hər cürü başa düşürük. Bu albalıdır. Bunu da təzə almışıq. Bu gülünü də biləyim bura qoymuşam. Qızılgül Pünhan 70 dənə qızılgül almışam. Yayda o yay olanda gül almasın deyə. Həyatına yerin qızılgülü üçün sizdə Ülfiyə gül almağı deməsin. Gülür demir ki, yox elə bir şey yoxdur. Yeri. Qızılgülün birini də bura qoymuşuq. Bu da kilas ağacı. Kilas ağacımız var. Hələ burada da var da yəni. Burada da bilməm adını yazaram soram nədirsə. Pünhan deyir çox təriflədilər. Allahsı oldu. 5 dənə belə kustur. Açanda belə böyük ağ kustlar olur. Əməyə başlayı ki bir şey olur dediklərinə görə. Seraya nə idi ha bunun adı? Nəysə bilmirəm, eşitmirəm mən. Seraya nəsə idi oxşum. Adını tapıb qoyaram sizdən ötürü. Şəkildə çox qəşəng görsəm deyəm, olar bizdə də heylə. Belə hələ ki də gəlnəsdə yolkalarımız gələsidir. O tərəfə doğru almışıq. Hələ ki bir bura almışıq, bir də ora almışıq. Yan tərəfləri almamışıq hələ ki. Çox nə var yan tərəflərdə. Ne oxuyursan? Ne oxuyursan?
Mahmudum sen qaşqabaqlı qaşqabaqlı. O sıfatına hilə sıfatı yoxdur bunun udulan səndə. Dişləyib ki sən yazdığın gəlməz ağlamağınızda da. Vurur saç. Az da qəşəng oxuysan sən. Ay qız, dirilmisən, oxuysan uje. Düz bir həftədə səsi çıxmır. Elə saç təbəziyi qoyur, yuxlayır, təbəziyi qoyur, yuxlayır. Çok güzel kremalıdır. Göz uyuyayım. Hem de o tipler, şekiller göz uyuyayım. Buldum seni ben. Gəlmişəm dipçəyin bölümündən keçirəm, başlayıram qışqırmağa əsgərdir. Ha. Təzəsi çıxıb daha buradan. Monster bu. Mən də dedim, buradan xoşuna gəlmədi deyəsən, nəsə qəşəng olmadı, amma oldumuş, bəyəndimiş. Təzə yarpağı çıxır. Ay Allah. Böyüsün, açsın, çəşəsi yapsa da bu arada. Nadi dayı, bilməm, xəbər verdi, yoxsa ürəyinə davutdu. Nadi dayı bizə dipçək gətirdi. Ağaç gətirdi, şpovnik gətirdi, malina gətirdi, qızıl güllər gətirdi. Onlar o bir tərəfdədir. Bu tərəfdə özümüz aldıqlarımızı əkdik. O bilə, iki dənəsini bura, bir dənəsini o tərəfə əkdik. Dayı. O birislərdə mən göstərmədim. Göstərilmədim deyəsən. Belə bu tərəfə əkdik, onları qabağa gətirdik. Orada yolka olasıdır, hələ ki ilə saxlamışıq, yağış yağır uje. Və orada ağaçları əkdik. Nari dayı gətirən güllərin yarısında o tərəfə bastırmışıq. İndi daha görsəməyib, çölə çıxmıram. Bu da buradan təzələr çıxır. Ofşumuzu aldıram bu, heç nə. Hələ birləşdirmişəm bir-birinə ki, hölə bilin bir-birinə yaxın olsunlar. Aşım, həyətimiz yavaş-yavaş qaydasına düşür gül çiçəklərimiz. Balaca hava yağış dayansa, vallahi havaya baxın siz Allah. Səhər sonra bir gün çıxdı, bir yağış yağdı, bir də gün çıxdı, bir də yağış yağdı. Əndirəbadi bir hava vallah. Güzəlsə çıxıb göstərəsiyəm sabahda zadda sizə. Deyəm də bugün havadan hər şey yığılsın. Dolu yağır indi də tuzlar. Düşsə əlimə bir dənə göstərərdim. Amma görsənir yəni yerə düşmənlərə baxın. Ağa. Maşallah. Hayır günlərimiz ama bence vaxtında bastırdı. Sabahtan güya ki hava sinəsidir. Mən biraz tələsşir adamım və kimsə də manəsə deyəndə, məsələn bir şey eləyək deyəndə ki, yox sabah eləyək, bülsün eləyək, sonra eləyək, başqa vaxt eləyək. Mən ucu yəni biraz əsəblərim korlanır. Biraz yox, çox korlanır. Ona görə də eləmədim tənbəllik, durdum telefonuma. Lazer yüklədim, lazer proqramı. Sonra onları çəkdim və pünhacələri çevirdim. Hamam bir nasıl astırdım saatımın yerinə. Çox qəşəng oldu, çox qəşəng yaraşır mətbəximə və oyla yanaşı. Dediyim kimi mən ürəyim sıxılır deyə sonra saxlamaq istəmirəm heç nə. İstəyirəm ki, habı var ha burada. Onsuz da habı olunmalıdır, olunmalıdır. Gün olunsun, yəni niyə sabaha? Bizim bir dənə tanışımız var, deyirsiniz, sabahlarınızı qutarsın. İndi o söz olmasın. Əslində çox da belə yaxşı bir söz deyil, sabahlarınızı qutarsın, sabahlarımızı qutarmasın da ki. Amma yəni mən sabaha salamatdan xoşum gəlmir. Ha bu yığılası da onsuz da bir gün yığa biləmsə yığaq. Yığdıq. Ayda, sən medalı oldum mən. Sənin medalı oldum, sənin saçı oldum mən. Eşitdi? Put. Qarabala. Ofşim bunu da özüm yığdım. Hazırda yuxarı qaldırmaq qalxdı. Pünhan gəldi hamına. Diyeceğim ki Pünhan gəl bunu yuxarı qaldıraq. Sonra qaldıraraq desə, belimi alıb qaldırasıyam. Aynanı sındıraram, pəncərəni sındıraram, maranı sındıraram, bilmirəm amma yəni qaldırasıyam da mən özələm çatmıram. Qutularda da qıraq da bu da bıçaq da görmərəm. Qəşəng oldu məncə. Yuxarıda göstərəsiyəm indi sizə. Ayın 13-ü mənzərəsi. Quş səsləri eşitsən. Bildiyin yəni quşlar oxuyur.
Cənnət. Olduğu kimi qəşəng. Görsən biri, Cəmcəhrayı göyünüzü. Cəmcəhrayı. Ne güzeldi. Aşağıdan gözüm sataşdı. Ve adımın lezzetli. Ama maşınlar balaca az çeşseler aslında siz de iştəsiniz uçtan ses. Geldim. Hazır bu şkafın da yerini değiştirdim. Ayaklarını değiştirdim. O ayak bu taraftaydı. Bulan o taraftaydı. Yerini değiştirdim. Beləsinə qoydum. Yenə hələ ki bunu buna birləşdirməmişəm. Çünki gözləyirəm ki qardırobum yığılsın. Qardırobum yığılandan sonra o bilsin biraz o taraf bu tərəfə itiləmək lazım oldu. O bayaq aşağıda göstərdiyim stulda bu tərəfə qoyacağıq. Belə eyni yerdən almışam. Eyni satıcıdan almışam ki dəst olsun hündürlüyü, genişliyi, eni falan. Çünki başqalarına baxdım əslində. Yani biri hündür idi, biri alçaq idi, biri dar idi, biri uzun idi. Həm də o da pəncərəyə çatamayasam, açamayasam, elinə alsam. Ona görə elə hava ölçüdədir. Eyni ölçüdədir, hündürlüyü də. Prosta arada deyəm bir balaca belə yer qalır. 1 metrdən uzunluğu, 1 metr buradadır təxmini. Demişim və araya nə bilim nəsə qoyarıq. Gül qabını qoyarıq başım. İskustveni güllər almışam. Qəşəng görsəm məncə. Nədədir? Nə biçim bir iki tane də əlavə eləyərəm bunu. Neyse ondan da çeşdim. Stoldan danışırdım. Hoşuma ayaqlarını da dəyişdim. Və gözləyək görək bizim ustalarımız savaş eləsin. Mən уже əsəbləşirəm ötən səfər. Zarafatla saldılar da bizim gəlməyimiz getdi deyib. Amma deyəsən gələsi olmadılar. Və mən axşam otağa girib əsəbləşmişəm sözməsə mənasında. Çünki yəni bu otağa girməmişdim. Yəni təmizləyib çıxmışdım. Heç halım zad da yox idi düzü. Xəstə idim deyə. Gəlib görəmiş komodda asarəm bayaq axşamdan bəri, bayaq sonra yox. Bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, bir də aşağıdadır, 7 dənə. Dəli olmuşam 7 dənə komod görür ki, 7 dənə komoddan mən çəkdiyim. Çəkiyoruz 7 dənə komod yoxdur yəni. Bir də yazmışam işçiyə ki, burada niyə 7 dənə komod var? Uşaqlarınki də yığıq da, yəni bu sırf mənim otağımın qaydobu əşyalarıdır. Yəni deyə bilərsiniz ki, bəlkə o bir otaqlarıncadır. Yox, hamısı mənimkidir. Səhv eləyibdilər. Mən çetiyoju əlimlə çəkmişəm. Mənim vaxtım getdi. Çetiyoju çəkməkdən ötürü nə boyda oturub hesaplamışam, özüm hündürlüyünü ölçmüşəm, genişliyini ölçmüşəm. İçərisi nə boyda olsun, nə olsun. Çetiyoju Azərbaycan dilində yazmışam, rus dilində yazmışam. Yenə mənə səhv gətirdilər. Mən hisslənmişəm və yazmışam işçiyə də. Maya yazdı ki, sadəcə yazasıyam sabah, o sabah, bu sabah hələ də yazasılar maca. Ona görə əsəbləşmişəm sözün əsl mənasında. Görüm, ha vaxt gəlirlər, inşallah gəlsələr. Deyəsiyəm özlərində də ki, abi siz nə qarsınız? Mənim başım çıxmır. O boyda şey demişik, o boyda danışmışıq, o qədər çağırmışıq sizi gəlin, baxın, anlaşılan olsun deyə. Hələ işıq demişik, işığı da eləməyikdilər ötən səfər. Demişik ki, bəs işıq lazımdır, bu ölçülərini falan götürüşdəyiklər. Gətirəndə yenə işıqsız gətirdilər. Departları onu düzəltməyə. Nəysə bu səfər çox narazıyım həqiqətən, özlərinə də yazmışam. Zaten bu dəblə mesaj yazmışdı. Cavab yazmışdılar. Amma yenə də bura vasitəsilə narazıçılığımı bildirirəm. Çünki bilirəm izlədiklərini. Yəni o boyda deməyimə rağmen, o boyda Azərbaycanca sən yazasan, Rusça yazasan, Azərbaycan dilində başa salasan, Azərbaycanlılar olmaqdan rəzmən, yəni dediyi başa düşməməkləri oje həqiqətən əsəbləşdirici bir haldır. Mən əslində nədən xoşum gəlmir? Məsələn, bir adama bir sözü dəfələrlə deyə bilərəm. Bir dəfə deyəm, 2 dəfə deyəm, 3 dəfə deyəm, 4 dəfə deyəm. Görəndə ki, mən qavamdakı adam mənə qulaq asmır, mənə beynim çönür. Siz nəsin mənasında beynim çönür. Dalazda çürmağıma baxmayın. Yəni, özüm də hissimdən yazdı ki, sabah saat cavab yazasıyam. Ondan sonra yazmam, görək mənə ha vaxt cavab yazasın. Hələ də göz deyiləm. Bəli, ümid edirəm. Yəni mən bu videoda əslində sizə şkaflarımı göstərməliydim. Mənim də planlarım var. Bir bloger olaraqdan mənim izləyicilərim məni gözləyirlər. Şkaf gözləyirlər, uşaqların otaqlarını gözləyirlər göstərməyimi. Mən bunları göstərməliydim və belə səhlənkarlıq üzündən hər şey belə tökülür şkafda. Gördüyünüz kimi otağa girmək mümkün deyil. Hər yer belə taxta, maxta, belə bu vəziyyətdə tozmuz. Yenə indi o bir otaqları biraz təmizləmişəm. İndi o bir otaqlarında dediyim kimi əksiklikləri var. Xüsusilə şkafın tutan yeri yoxdur. Şifonyerin qızların və açılmır. Yəni belə deyək ki, məsələn, bunun tutan yeri yoxdursa, mən bunu açmağım mümkün deyil. Çünki
içərisindədir. Uşaqların da şkafları elədir. Yəni tutan yer yoxdur, sən bunu açmağı mümkünsüz ki, ən əyilib buradan açasan, beləsini açasan. Yəni mən uşaqların paltarlarını falan da qoymuşam. Hər gün əyilib aşağıdan paltar açıb götürürəm təsəvvürünüzə gətirin. Və biz demişdik ki, bu ruşkaları falan vaxtında gətirin. Deyir gətirirlər də, vaxtında sifariş edin, onu da eləməyidilər. Yəni əməlli başlı həbləyə narazıyam bu səfər. Ona görə heç kimə məsləhət görməyəsiyəm maalesef bu səfər ki, biz almışıq, siz də alın. Şkaflar qəşəngdir, uşaqların otaqları həqiqətən çox qəşəngdir. Orada da bir iki səhvlik var idi, amma dedim ki, göz yummaq olar, yəni göz yumulası bir səhvlikdir. Çox belə problem deyil. Amma bu qədər şeylərin də olmağı normal deyil. Ona görə də bura vasitəsilə bir daha narazıçılığımı bildirmək istədim. Heç kimə də məsləhət görə bilmərəm bu səfər. Ötən səfər görmüşəm okey, amma bu səfər görə bilmərəm. Pür həmişə deyir ki, qoyma danışım mən də Pür həmişə deyir ki, əslində bir işi bir ustaya bir dəfə gördürmək lazımdır. Həqiqətən düz deyir. Mən bu səfər biraz israr elədim ki, yox olar qəşəngciliklər ötən səfərcə bu səfər də eləyəm. Səhv elədim. Üçüncü səfər eləməyəcəm daha bu səhvi. Abşim siz də əgər ev tiçəsi olsanız, nəsə bir şey eləyəsi olsanız, bir usta ilə bir dəfə işləyin. Çünki ikinci səfər işləyəndə həblə nəsə tanıyırlar, eləyirlər və səhlənkarlığı alırlar. Ona görə də hər usta ilə bir dəfə işləməyimiz məsləhətdir. Bu da ev tiçənlərə, nə bilim, mebel hazırlatdıranlara, o şimdi belə tikinti ilə bağlı nə işiniz varsa bu ağlınızda bulunsun. Həqiqətən düz sözdür, tam yerində deyilmiş sözdür. Düzgün möhtəşəm də ha, özüm eləmişəm deyə demirəm, amma möhtəşəm dilim dolaşdı. Nəysə görək abi qardıroba biter, ürəyim sıxıldı mən də abi qardırobdan inanın ki. Görək. Bu videoda könül istərdi sizə dediyim kimi qardırobu, uşaqların otaqlarını daha yaxşı bir şəkildə göstərməyə, amma dediyim kimi məlum məsələn məndən asılı olmayan səbəblərdən dolayı. Çünki mən yalancı çıxmaqdan xoşum gəlmir. Məsələn, ötən videoda demişəm ki, gələn videoda sizə şkaf göstərsəm, yəni göstərəm biləm. Mən yalancı kimi cəmaət tanıyır. Ona görə də bu videoda biraz mebel şikləri ağ yufqara sərmiş oldum, amma yerindədir. Vallahi yerindədir. Mən haqqında söz deyən adamam. Yəni mən niyə pis olum ki, kimisə səhlənkarlıq özündə düz demirəm, düz deyirəm. Nəysə, həyətdə ustamız işləyir. Hələ ki o işləsin, taqqıltısı gəlir. Bu həftə sonu ağacı gətirərlər. Bu həftə sonuna qədər bir dənə də video paylaşmalıyam. Ümid edirəm o vaxta qədər bu şkafları gətirərlər, yoxsa da mən açacağım sandığı, tökəcəm pambıq. Güya tökmədim, yoxsa ki. Nəysə, belə. Hələlik bu videonu burada sonlandırdım. Çünki çəkməyə bir şeyim yoxdur da, dediyim kimi. Büyün çəkməliydim, yoxdur. İşte mən sizə nə çəkim paylaşım. Hissələnəm. Sizdə də hissləndirməyim. Gülcünə danışam deyəni, əslində hissləndirmə heç oralı da olmuşsunuz. Hissləndirmə deyirsiniz şeyliyyətlə danışırıq. Əminəm bir şeylədir. Amma belə. Deyirəm də, işimi görməyəcəyim, uşaqlarıma biraz baxım. Xəstə yox, yəni hələ də sağalmamışıq. Ayda vəbşi burnumuza da əməlli başlı axır. Yenə də əsgər sıra yenə babatdır. Mən özüm də həblə də bir gün elə oyanım, bir gün də bilə getdim. Növbəti videolarda inşallah sizə buraları daha səliqəli formada göstərmək qismət olar. Gözləyirəm mesajları, əziz qardıropşiklərimizin inşallah izləyərlər bu videonu. Sağ olun, özünüzə yaxşı baxın dostlar. Görüşənədək.